Ticarət, ictimai yaşaya və o cümlədən şadlıq evlərində istehlakçılara təbii kürü adı ilə süni kürü məhsulları təqdim olunur. Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı bu faktlar aşkarlanıb. Tövsiyə olunur ki, vətəndaşlar ictimai yaşaya obyektlərində təqdim olunan kürülərin mənşəyi ilə maraqlanmalıdırlar. Məhsulun keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədləri istəməyə, şübhəli hallarla qarşılaşdıqda Agentliyin 1003 çağrı mərkəzinə müraciət edə bilərlər. Qurum qanun pozuntusu ilə əlaqədar sahibkarlara xəbərdarlıqda ünvanlayıb. Canlı bağlantıda olan əməkdaşımız Fidan Mədətova agentlik rəsmisi ilə birlikdə xəbərdarlığı diqqətimizə çatdıracaq. Eyni zamanda süni kürünü təbii kürüdən necə ayrı edə bilərik, bu məsələyə də aydınlıq gətirəcək. Fidan, səni və müsahibini salamlayıram. Buyur, təfərrüatları sizdən eşidək. Salam, hər vaxtınız xeyir olsun. Bəli, sizin də qeyd elədiyiniz kimi Qida Təhlükəsizliyi Agentliyinin ticarət müəssisələrində, ictimai yaşa obyektlərində, şadlıq saraylarında keçirdiyi bəzi yoxlamaların nəticələrində məlum olub ki, təbii kürü adı ilə istehlakçılara saxta kürülər təqdim olunur və təbii olaraq bunu bilməlidirlər ki, istehsalçılar bunu bilməlidir ki, istehlakçıların aldadılması inzibati məsuliyyət yaradır və təbii olaraq buna bağlı cəza tədbirləri görülür. Bəs istehlakçılar hansı məqamlarda diqqətli olmalıdır? Elə bu istiqamətlə bağlı detalları Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin rəisi İrşad Cəbrəyilovdan eşidəcək. Salam İrşad bəy, həmin detalları sizdən eşidək. Buyurun. Salam, hər vaxtınız xeyir olsun. İlk öncə qeyd etmək istəyirik ki, ümumiyyətlə ölkə ərazisində süni kürülərin satışının qadağan edilməsi və yaxud da dövriyyəsi məhdudlaşdırmasına bağlı bir qadağa yoxdur. Lakin burada əsas məsələ istehlakçıların aldadılmasıdır. Yəni, sahibkarlar tərəfindən süni kürülərin təbii kürü kimi bizim istehlakçılarımıza təqdim edilməsi halıdır ki, bu ilə bağlı da biz apardığımız nəzarət tədbirləri zamanı müəyyən nöqsanlar aşkar eləmişik və zəruri tədbirlər görülüb, inzibati məsuliyyət tədbirləri görülüb. Əlavə olaraq buradan həm sahibkarlarımıza, həm də ki, istehlakçılarımıza səslənirik ki, sahibkarlarımız ümumiyyətlə istehlakçı təqdim etdikləri məhsullarla bağlı, kürlərlə bağlı mütləq şəkildə onun etiketlənməsi, qablaşdırılmasını təmin etməlidirlər. Istehlakçılara ətraflı məlumat verməlidirlər. Əlavə olaraq müvafiq müşahidə sənədləri təqdim etməlidirlər. İstehlakçılarımız da ilk öncə istehlak etdikləri qida məhsullarının qablaşdırılmasına, etiketlənməsinə diqqət etməlidirlər. Onun istehsalçısı barədə, o cümlədən ithal olunan məhsuldursa, ithalçısı barədə dəqiq, dürüst məlumatlara baxmalıdırlar. Hər hansısa bir uyğunsuzluq aşkar etdiyi halda isə Agentliyin 1003 çağrı mərkəzinə məlumat verməlidirlər. Eyni zamanda iaşə obyektləri də ictimai yaşa müəssisələr olsun, xüsusən şadlıq evləri öz menyularında təqdim etdikləri kürülərin təbii və yaxud da süni kürü olduğunu mütləq şəkildə bəyan etməlidirlər. Təşəkkür edirəm, çatdığınız detallı informasiyalara görə.